3 nömrəli tapşırıqda belə bir bərabərsizlik verib ki, deyir bu bərabərsizliyin həllinin 2-5 parçası olması üçün B və 8 parametrin ala biləcəyi qiymətlərin cəmini tapın. X-in kvadratı çıxılsın 3B çıx 11 vurulsun X üzərinə gəl 6C çıxılsın 2 kiçik bərabərdir 0. Biz nə edirik uşaqlar? Yəni bizə əgər bu parça verilibsə 2 ilə 5 parçası verilibsə bunlar x1, x2-lərdir. Mən də bilirəm ki uşaqlar x1 üzərinə gəl x2 bərabərdir mənfi P, x1 vurulsun x2 də bərabərdir Q-dür, düzdür? Demək, mənfi P burada bərabərdir. Mənfi P-nin yerinə 3B çıxılsın 11 yazaram və Q-nün də yerinə 6C çıxılsın 2 yazaram. Demək, x1, x2-nin yerinə, yəni toplasam, yerinə qoyuram bu 2 plus 5'i 2 plus 5'i toplasam eləyir 7 bərabərdir 3B çıxılsın 11. Burada da vursam bir-birinə, yəni 6C çıxılsın 2 bərabərdir 10. Vəssalam, buradan 3B'ni taparam. 3B bərabərdir. Nə edəcəm? 7 ilə 11 toplayacağım, olacaq 18. B də bərabər olacaq 6. Demək, buradan da C-ni tapacağım. 6C bərabərdir 12. C də olacaq neçə? 2. Bizdən də nə istəyir? B və C parametrlərini ala biləcək qiymətlərin cəmini tapın. Bunları da biz toplayacağıq. Olacaq bərabərdir 8.